Həqiqətin axtarışı verilişində biz Adəmin əhdi və həsədlə bağlı danışacağıq. İnsanlar Adəmin hekayəsini eşidəndə adətən ağacı görürlər. Bəziləri şeytanı görür, bəziləri cənnəti görür, bəziləri isə qadağan olunmuş meyvəni görür. Amma hikmət sahibinin qayəsinin 1-ci əhd babına baxanda insan qəribə bir şey görür. Kitab bizi ağaca yox, qəlbə aparır. Çünki hər hadisədən əvvəl bir seçim var. Hər seçimin əvvəlində bir meyl var. Hər meylin əvvəlində isə qəlbdə yaranan bir his var. Və bəzən bütün tarixi dəyişən hadisələr məhz oradan başlayır. 1-ci əhd babı sadəcə keçmişdə baş vermiş bir hadisəni danışmır. O insanın daxilində baş verən bir qanunu göstərir. Elə bir qanun ki, Adəmin zamanında da işləyirdi. Bugün də işləyir. Sabah da işləyəcək. Çünki insan dəyişsə də nəfs dəyişmir. İnsan dəyişsə də imtahan dəyişmir. İnsan dəyişsə də qəlbin xəstəlikləri dəyişmir. Məhz buna görə hikmət sahibinin qayəsində diqqət ağacın özünə deyil, diqqət insanın qəlbində baş verən hadisəyə yönəlir. Çünki ağac danışmır, qəlb danışır, meyl danışır, istək danışır, müqayisə danışır və sonra həsəd danışmağa başlayır. İnsan çox vaxt həsədi kiçik bir his hesab edir. Halbuki 1-ci əhd babında həsəd sadəcə bir his kimi təqdim edilmir. O insanı Allahın seçimindən uzaqlaşdıra bilən bir qüvvə kimi göstərilir. Və bəlkə də burada çox mühüm bir nöqtə var. Çünki problem acılıq deyildi, problem yoxsulluq deyildi, problem gücsüzlük deyildi, problem bilməmək də deyildi, problem başqa yerdə idi. Problem insanın Allahın göstərdiyi məqama münasibətində idi. Burada artıq çox qədim bir imtahan başlayır. Allah seçir, Allah göstərir. Allah məqam verir. Sonra insanın qəlbi danışmağa başlayır və həmin anda tarix boyunca təkrar olunan sual ortaya çıxır. Niyə o? Niyə mən yox? Niyə ona verildi? Niyə o seçildi? Və bəlkə də insanlıq tarixində axan çoxlu qanların başlanğıcı bu suallardır. Çünki həsəd həmişə nifrət kimi görünmür. Bəzən ədalət axtarışı kimi görünür. Bəzən haqqın müdafiəsi kimi görünür. Bəzən məntiq kimi görünür. Bəzən hətta din paltarı geyinir. Və insan onu tanımır. Məhz buna görə 1-ci əhd babında ağacın həqiqəti, iblisin həqiqəti və həsəd xətti bir-birindən ayrı mövzular deyil. Onların hamısı eyni nöqtəyə işarə edir. Allahın hakimiyyətinə, Allahın seçiminə, Allahın göstərdiyi yola və insanın həmin seçim qarşısındakı mövqeyinə. Çünki bütün hekayənin mərkəzində duran sual budur. İnsan Allahın seçimini qəbul edəcəkmi, yoxsa qəlbində yaranan etiraza tabi olacaq? Bəlkə də həsədin ən təhlükəli tərəfi budur. Çünki o insanı sadəcə başqa bir insandan uzaqlaşdırmır. O insanı Allahın seçimindən uzaqlaşdırır. Və bəlkə də buna görə hikmət sahibinin qayəsinin 1-ci əhd babı sadəcə Adəmin hekayəsi deyil. O insan qəlbinin hekayəsidir və həmin hekayə bugün də davam edir. Amma həsəd necə işləyir? İnsan onun tələsinə necə düşür? Və niyə tarix boyunca eyni xəstəlik fərqli adlarla yenidən ortaya çıxır? Bəlkə də cavab düşündüyümüzdən daha sadədir. Çünki həsəd birdən-birə yaranmır. Heç kim bir səhər oyandıqda birdən-birə həsədkar olmur. Əvvəl bir baxış yaranır, sonra müqayisə yaranır, sonra narazılıq yaranır, sonra etiraz yaranır, sonra isə qəlb Allahın verdiyinə deyil, özünün istədiyinə baxmağa başlayır. Məhz burada təhlükə başlayır. Çünki insan çox vaxt başqasının malik olduğu şeyə baxır, amma özünə verilən nemətləri unutmağa başlayır. Başqasının məqamına baxır, amma öz imtahanını unutmağa başlayır. Başqasının yoluna baxır, amma öz yolunu itirməyə başlayır. Və beləliklə qəlb yavaş-yavaş dəyişir. Məhz buna görə həsəd təhlükəlidir. Çünki o əvvəlcə insanın davranışlarını dəyişmir, əvvəlcə insanın baxışını dəyişir. İnsan artıq neməti nemət kimi görmür, seçimi seçim kimi görmür, Allahın hikmətini hikmət kimi görmür. O yalnız öz istədiyini görür. 1-ci əhd babında diqqət hadisələrin özündən çox onların arxasındakı qəlbə yönəlir. Çünki bütün böyük uçurumlar əvvəlcə qəlbdə yaranır, sonra həyatda görünür, sonra isə tarixə çevrilir, sonra nəsillər boyu davam edir. Amma burada çox mühüm bir həqiqət var. Əgər xəstəlik qəlbdə yaranırsa, deməli müalicəsi də qəlbdə başlamalıdır. İnsan başqasını dəyişərək həsəddən xilas ola bilməz. İnsan başqasının məqamını azaltmaqla həsəddən xilas ola bilməz. İnsan başqasının nemətini əlindən almaqla həsəddən xilas ola bilməz. Çünki problem qarşı tərəfdə deyil, problem qəlbin içindədir. Məhz buna görə ilk addım insanın özünü müşahidə etməsidir.
qəlbini izləməsidir, etirazlarını izləməsidir. Niyə o sualının haradan gəldiyini izləməsidir. Çünki insan xəstəliyi tanımadan müalicəyə başlaya bilməz. Lakin burada böyük bir sir var. Hikmət sahibinin qayəsində insan sadəcə xəstəliyi tanımağa çağırılmır. İnsan dəyişməyə çağırılır. Çünki xəstəliyi bilmək kifayət deyil. Bir çox insan öz qüsurlarını bilir, amma yenə də dəyişmir. Bir çox insan səhvlərini görür, amma yenə də onlarla yaşayır. Deməli, bilmək kifayət deyil, qəlbin tərbiyə olunması lazımdır. Və məhz burada birinci əhd babı bizi başqa bir qapının qarşısına gətirir. O qapının adı əxlaqdır. Çünki əxlaq sadəcə gözəl davranış deyil, əxlaq sadəcə mehriban olmaq deyil, əxlaq sadəcə yaxşı insan olmaq da deyil. Əxlaq qəlbin yenidən qurulmasıdır. Əxlaq nəfsin hakimiyyətindən çıxmaqdır. Əxlaq insanın Allahın seçiminə razı olmağı öyrənməsidir. Əxlaq insanın özünü başqaları ilə müqayisə etməkdən qurtulmasıdır. Əxlaq insanın öz qəlbi ilə barışmasıdır. Bəlkə də buna görə hikmət sahibinin qayəsində əxlaq babı sadəcə növbəti bab deyil, o xəstəliyin dərmanıdır. O bağlı qapıların açarıdır. O insanların daxilindəki gizli etirazları müalicə edən məktəbdir. Çünki həsəd qəlbi xəstələndirir, əxlaq isə qəlbi dirildir. Və bəlkə də insanın həqiqi səfəri məhz burada başlayır. Həqiqəti öyrəndiyi zaman deyil, həqiqətə uyğun dəyişməyə başladığı zaman. Növbəti bölümdə niyə əxlaq babı hikmət sahibinin qayəsinin ən mühüm bablarından biridir və niyə insanın xilası məlumatdan əvvəl əxlaqdan keçir və bəlkə də həqiqətə gedən yol da məhz burada başlayır. Çünki insan həqiqəti tapmazdan əvvəl onu axtarmağı öyrənməlidir. Əgər bugün danışdığımız mövzular sizdə bir sual oyatdısa, əgər qəlbinizdə bir axtarış başladısa, o zaman hikmət sahibinin qayəsini özünüz oxuyun. Çünki heç bir çıxış, heç bir xülasə insanın özünün etdiyi səmimi axtarışın yerini verə bilməz. Həsəd qəfəsinizdən qurtulun.